Salamlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugün biz sizinlə vektorlar dərsini keçəcəyik. Nədir vektorlar? Biz ümumiyyətlə vektorlarla fizikada ilk dəfə tanış olmuşuq, düzdür? Aydındır, biz oradan tanış olmuşuq. Tamam, yəni riyaziyyatda baxaq görək nədir? Tərif. Ümumiyyətlə, uşaqlar, bir nöqtəyə, bir tərəfə istiqamətlənmiş düz xətt parçasına vektor deyilir. Məsələn, bu A vektorudur. Sən A, B parçasıdır. Yəni vektor kimi də götürmək olur. Üzərində həmişə vektor işarəsi olur. Vektorun koordinatları nədir? Aydındır. Vektorun koordinatları nədir? Vektorun koordinatları x, y bu formada yazılır. Əgər bu formadadırsa, əgər istiqamətlənmiş düz xətt parçası, onda bunun vektorları necə tapacaq? Başlanğıcdan, yox, son nöqtəsindən başlanğıca çıxıram. Məsələn, x2-dən x1-i çıxıram, oldu x koordinatı, y2-dən y1-i çıxıram, oldu y koordinatı. Vektorların modulu nədir? Ümumiyyətlə, vektorun modulu buraxılışa düşür. Bu bizə lazımdır. Vektorun modulu, baxın, modul içərisində yazılır. Y kvadratı üstəgə x kvadratı kimi tapılır kök altında. Bu hardan gəldi? Bizim x qiymətimiz var, bizdə y qiymətimiz var, düzdür? Pifagora görə bu A özü, yəni modulunu tapmaq, bu onun hipotenuzudur. Yəni x-in kvadratı, y kvadratı mənə verəcək hipotenuzu, yəni vektorun modulunu. Belə, məsələn, vektorun özünü verib -3, 4, modulu olacaq kök altında -3 kvadrat, üstəgə 4-ün kvadratı 25, ondan da çıxacaq 5. Vahid vektor nədir? Vahid vektor modulu 1-ə bərabər olan vektordur. Yəni, bu 1-ə bərabər olacaq. Məsələn, vektorun koordinatlarından birini verib, birini verməyib, amma bizə deyir ki, vahid vektordur. Onda nə edirik? Kvadratların cəmləyirik, 1-ə bərabər edirik, oradan da tapırıq digər vektor. Vektorlar üzərində əməllər, vektorların çıxılması, vektorların vurulması buna baxacaq. Vektorların toplanılması, çıxılması. Biz indi cəbri üsul lazımdır. Hələ ki, yəni bizə düşməyəcək buraxılışda. A vektoru x1, y1, B vektoru x2, y2. Bunları toplayarkən, vurarkən yeni bir C vektoru alırıq. Onda koordinatların toplayıb, məsələn, x-ları toplayıb x-in yerində yazıram, y-ları toplayıb y-in yerində yazıram. Vektorun ədədə vurulması çox rahat, adi mötərizənin xaricində bir ədəd olur. Mötərizənin daxilinə necə vurulursa, bu da eynəndir. K-nı x-a vururam, həm də y-a vururam. Burada da göstərmişəm, A1, 3-dür vektor. 4A vektoru tapın deyəndə hamısını 4-ə vuracam, olacaq B vektoru 4, 12. Vektorların skaler hasili nədir? Vektorların skaler hasili o deməkdir ki, vektorların koordinatlarını bir-birinə vurub üstünə gəlməliyim. Yəni, x1-i vuracam x2, üstə gələcəm, y1 vurulsun y2. Bu belə. Yox, əgər bucaq altındadırsa, onda vektorların skaler hasili A vektorunun uzunluğu vurulsun, B vektorunun uzunluğu vur kosinüs alfa. İki vektor arasındakı bucaq necə tapılır? Kosinüs alfa. Yəni, kosinüs alfa vur, A vektor vur B vektor, bölünsün A vektoru modulu vur B vektorun modulu. Burada da açılışını yazmışam, görə bilərsiniz. Paralel vektorlar baxın, A vektoru B vektoru verib, o zaman x1-in x2-yə nisbəti, y-in y1-ə nisbəti və bir k əmsalını verir bizə. Perpendikulyar vektorlar desə uşaqlar, onların hasili sıfıra bərabər eləməlisiniz. Onların skaler hasilini sıfıra bərabər eləməlisiniz. O da x1 vur x2 üstəgə y1 vur y2 bərabərdə 0 olacaq. Gələk koordinatlar metodu nədir? Parçanın orta uzunluğunun koordinatlarını istəyəcək. Sizə parçanın başlanğıc koordinatlarını və son koordinatlarını verib. Amma bizdə orta nöqtəsini istəyirsə, onda ortadakı bu x-i tapmaq üçün x1-in üstünə x2 gəlib 2-yə böləcəm. Y1-in üstünə y2 gəlib 2-yə bölüb tapacam. İki nöqtə arasındakı məsafə necə tapılır? A, B modulu bərabərdir. Kök altında x2-dən x1-i çıxıb kvadratı, üstəgə y2-dən y1-i çıxıb kvadratı. Bunları cəmləyib buradan kök altından ifadəni tapacam. Düz xəttin tənliyi y bərabərdir, k-yə üstəgəl b-dir. K-nı da bilirik ki, y bölünsün x-dir. Məsələn, sizə düz xəttin tənliyini tapın deyəndə bizə lazımdır y-in qiyməti var. Bir də ki, k-nın qiymətini tapıb qoyub yerinə həll edəcəksiniz. İki düz xəttin qarşılıqlı vəziyyəti. Bizə 2 dənə düz xətt verir tənliklərin. Y bərabərdir k1x üstəgəl b1, y bərabərdir k2x üstəgəl b2.
Əgər k-ların hasili mənfi 1-ə bərabərdirsə perpendikulyardır. K-lar bərabər, b-lər fərqlidirsə paraleldir. K-lar da b-lər də bir-birinə bərabərsə üst-üstə düşür. Gələk nəyə? Çevrənin tənliyi. Çevrənin tənliyi nədir? Mərkəzi AB nöqtəsində və radiusu r olan çevrənin tənliyi aşağıdakı kimidir. Yəni x-dan çıxıram, x koordinatından çıxıram a-nı kvadratı üstəgəl y çıxıram b kvadratı bərabərdir bizə r-in kvadratı verir. Aydındır. X kvadrat üstə y kvadratı bərabərdir r. Bu qədər. İzah bu qədər qısadır. Buraxılışa da rahat sual düşəcək. Bundan da narahat olmayın. Sağ olun, salamat qalın. Gələn izahda görüşənədək.